Yenidən bir make-up videosu ilə qarşınızdayıq. Gəlin bugün fərqli bir görünüş yaradaq. Bu make-upda günəş, zərli və çəhrayı tonların harmoniyasını əsas götürdük. İlk olaraq gözlərdə xətlərin formalaşdırılması ilə başladıq. Tonlar göz qapağında yumşaq şəkildə paylanır, tonlar bir-birinə sərt keçmədən yerlərini alır. Ağ layner üçün inglot istifadə edərək xətlər daha təmiz və dəqiq forma verilir. Göz konturu layner ilə vurğulanır, alt göz tonu işlənir, kipriklər isə görünüşü tamamlayır. Üz üçün NYX'ın üz bazasından istifadə edirik. Göz meykabına uyğun olaraq dəri tonunu da isti zaqar tonlarda seçdik. Konturlama mərhələsində Huda Beauty məhsulları ilə üz cizgiləri daha aydın və ifadəli hala gətirildi. Ton üçün Estee Lauder xəttindən istifadə etdik. İsti alt tonlu məhsul seçimi ilə dəri tonu göz meykabına uyğunlaşdırıldı. Son toxunuş olur və nəticə göz önündədir.